Aynen. Deyirsən çək. Qoy mən əvvəlcə saat neçədə gecə 3-ə qalır, nə işləyir, ya qalır. Nə istəyirsən? İndi durdum yuxuda. Nə istəyirsən? İstəyirəm ki, namazımı qılım, işən alanızı namazımı yaxşı yadında saxla qılarsan. Sonra gəbirə. Bu nədir? Bu çox gözəl bir paltardır. Yəni, niyə gözəl? Bundan gözəlləri yoxdur. Var bu nədir? Bax, mənə gözəldir. Bu qalın materialdır. Amma ki, tülə oxşuydu. Burada qıçınlar, sonra material bir qəşək, sonra boynunda qəşək stoyka var, ətnik xoşlayıramsa da. Amma yenə qırçın fason gedir. Sonra məsələn, qollarında da var bu. Qəşəkdir. Material da qəşək. Bildim. Nəsə, nəsə. Yəni, belə şey tapılmır da bizim mağazinlərdə. Bunu baha yerdən almışsan. Hələ borcla almışam. 150 almışam. 180 aydı, 170 aydı. Niyə belə baha aldın? Xoşuma gəldi. Əynini belə gör mağazinlərdə nəsə taparsan, hamısı balaca, beyli balaca, yaxın kök adamlar da var. Mən kök deyirsən, doğulsan. Sonra balaca beyli şeylər sal. Çox xoşuma gələn, məsələn, rozlu rəngdə, mavi, qəşək göy rənglərdə, yaşıl istəyərdim olar. Həm də elə bu qəşəkdən. Qəşək ki, yəni çox gözəl şeylər görürəm mağazinlərdə. Amma ki, mənim az qala 4də birim qədər adamlar beyli şəhər. Bakarım, baxa. Bir də mağazin tanıyım ki, ucuz olur. 15 manatda gözəl şeylər olur. Şikarla, dişovi qiymətdə nə olmaz. Nəysə, bu neçədir? 150-yə. Onlar 15 manatdır. Sonra 50 manatı kəfarə verəcəm onu geymək üçün. Day geymə. Niyə deyim? Çünki bəlkə də and içmişəm ki, day geymi. O mağazinə gedib heç nə almayacam. Bir dəfə baha görmüşdüm. Niyə aldım ben? Allah'a hamd olsun. İndi bir şey var da bunu aldım. Mağazinlərdə tapılmır da bir yaxşı şey. Bu mağazində yaxşı şeylər olur. Amma boşun qiyməti də yaxşı deyil əslində. Amma şimdi 100 manat olsaydı yaxşıydı da 170'e yox. 50 də kəfəri versin 200'e başa gəldi sənə. İndi gəbirək istəyət elə. Namazını gör. Qoy kılın. İnşallah birazdan qalarsın. Gəbirək. Gəl. Abi dedim ki, mən qoy bunda çəkim. Allah'a hamd olsun. Bu qadın var ya, Ayşə. Day bunun dünyada geyim heç kəs də bəlkə belə bunun bir proqramda baxmışam. Yəni orada yəni bu insanlar yığılır çəkmə. Bu dünyada heç kəsin geymədiyi formada paltarlar geyinir. Bir 2 dəqiqəlik, saat 10 dəqiqə. Nəysə bax belə şey, fotosesiya üçün. Bildiniz bu nəyə göstərir? Zirka. Zirka bu nədir? Bu Ənfal surəsi 10-cu ayət. Quran qələbə yalnız Allah'tandır. Sonra demişkən, bəli, bu nədir? Bura yazılıb ki, gözəl bir paylaşımı da götürmüşəm. Deyil, vacib olan evinin böyüklüyü deyil. Vacib olan içində nə qədər qırmızı ərtlə yazılırsa, nə qədər xoşbaxt olduğundur içində bu evin. Bu evdə, məsələn, belə də indi karikatura kimi, karikatura yox, axır ki, bənzətmə kimi çəkiblər, elə bu qurtdur ki, yəni, məsələn, mən qurt deyiləm, axır ki da qurt da bir insan kimi yaradılmışdır. Nə təkir var ki, orada da var. Allah hər şeyi gözəl yarattı demişsən, bəli, Allahın yaratın hər şeyin mənası var demişsən, bəli. Bu onun evidə, kitab oxuyur, vacib olan evinin böyüklüyü deyil, vacib olan içində nə qədər xoşbaxt olduğundur. İndi bir də mələk deyələ, aç. Nisa surəsi 165-ci ayədir. Nədir? Mənası odur ki, Allahımız buyurur ki, oxumağa çalış, biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, cəhənnəm əzabını, bəli. Daha insanlar üçün peyğəmbərlərdən sonra Allah'a qarşı bir bəhanə yeri qalmasın. Allah'ımız hər şeyi bildirir, bildirmədiyinə cəza verilir. Həm hamıya bildirdiyi qədər də məsuliyyətli olduğunu başa salır. Xoşum gəl bu duadan desin.
Çok hoşum gəlir. Hələ bir də deyir, Allah'ım səni zikr, güzel Allah, mehriban Allah, kurban ol, ey yeri göğü yaradan, ey yeri göğü yaradan, yenilmez kudret kuvvet sahibi olan, hikmet sahibi olan, yenilmez intikam sahibi olan, yenilmez padişah olan. Bəs, demə, qutar. Qutar, Allah'ın acığı tuba mənə, sizin padişahı acığı tut, tez ol. Ay mənə, hə, bunu Allah istədi, hə. Paylaşarsan bunu, bizə harada, kanala girəndə, nə vaxt görəcəklər bunu, itir birdən. Kanala girəndə, sənin YouTube kanalına buraya girəndə, nə olur? Qoy oxuyun da, yaxşı ox. Ey iman edənlər, şeytanın yolunu tutub getməyin. Kim şeytanın getdiyi yolla getsə, şeytan onlara çirkin işlər görməyi, zina etməyi, yalan danışmağı, böhtan atmağı və s. əmr edər. Quran 24-cü surənin 21-ci ayəsi. Böhtan atırlar mənə, mələk, ay sağ ol. Padişahımız nə qarşısını almır, bilmirəm. Ona görə Allah'ın acığı durur. Sevka, demeyiz, ben oxuyar. Dini pozanlar hədislərdir, məzhəblərdir və tarikatlardır, firqələrdir. Onlar da din deyil, uydurulmuş şirk dinidir. Kəhf surəsi 26-cı ayədə Allahımız buyurur ki, Allah hökmünə heç kimsəyə ortaq etməz. Nə yazmış? Allah şükürə görə mənə girirlər, iynəliyirlər, pis iynələr, nəysə sonra uzun danışma. Sonra deyirlər, bağla Facebook'u, bağlayacaqsan, nə bilim, nə paylaşmışdım ben? Allah şükür başladı, Eşrəf Mirdən götürmüşdüm, paylaşmışdım. Qorxmamışdım bəs, yox, nə deyirlər? Bir eləyərsən, deyirlər, deyirlər, baxarıq, yəni çıxıb gedirsə, gəldə, bir də iynəliyirlər. Yatdığım yerdə mənə pis iynələr burada durulurlar. Dəşiri törədirlər, qızımın yanında eləyirlər, onun şu an yanında. Ne eləmişdin ki, Allah şükürən demişdin ki, Elmanla danışında nə dedin? Bilirdim ki, telefonda nəzarət edilir, nəysə, nə dedin? Elman da dedi ki, nə dedin? Dedim, Allah şükürən başı yekədi, əmmaməsi deyilən yekədi. Sizin o fason bir söz demişdim. Nəysə, Elman nə dedi? Dedi, telefonda elə şeylər danışma dedi. Adam, yəni, güzəllər, yox, yəni ki, nəzarət oladır. Sonra onu dedim, cüzüzlə deyilir, nəysə, Facebook bağlı, sonra Facebook axırda elə o qədər qorxutlar elər, sən bağlamadın, amma məşdağı yapardılar, kim bağladı? Gəldim, gördüm Facebook'a, orada daha nə var idi? Yağmur Damla adlı səhifəm idi, sonra Psixologiyanın Quranla bərpası adlı səhifəm də var idi, sonra bağlamışlarla götürüb bağlamışdı. Niyə qorxdu? Dedim, niyə bağladın? Deyir, qorxurcunda ki, sən, yəni ki, qorxutmuşlar, sən bağlamamışdın, məşdağa düşmüşdün. Laləzər qızını da bağlamışdı sonra. Eşit Miri paylaşdığında var ki, Allah şükür namaz qıldırır, qabaqda durub imam kimi də, heç ondan imam da çıxmaz, heç nə xəbəri olmadığını, nə var, Eşit Mirin paylaşdığı, orada o göstərdi ki, baxın, Allah şükür namaz qıldır, Fatihə surəsini bilmir, Fatihəni namaz qıldırarkən onun qarşısına, bax, belə necə mən belə qoymuşam, oxuyuram, elə yekə, bizə nə boyda, onun az qala, insan göbəyinə qədər də belə bir yekə plakatda yazıb qoymuşlar onun qarşısına. İndi o da baxa-baxa neyirdi, nədir, qıldığın daldan, yandan çəkmişlər. Axı ki, o səhnə var idi. Eşrəf Mir də paylaşmış ki, baxın, Fatihə surəsini bilmir, namaz qıldırır, ancaq Fatihəni plakatdan oxuyur. Namaz qılar. Deməmsən, ürəyində nəsə qaldı deyər. Mən də onu götürüb Facebook'a paylaşmışdım. Dedim də sonra yaxşı deyib və bununla da bağlı. Bir də bir şey də paylaşmışdım. Məsələn, Quran ayələri paylaşırdım ən çox. Sonra bizə o əziyyətləri verirlər, Facebook'a girirlər, sənin əvəzinə paylaşırlar. Çox bir şeylər olurdu. Kişilərə götürürlər, mən mesaj yerindən onu da necə edirlər. İlham Əliyevin
xanımına da bəli. Sonra şantajlar edirlər. Məsələn, oğlu kişilər yazır ki, halbuki din uğrunda, yəni cihad edən bacı qardaş hesab olunur da müsəlmanlar. Onlar götürüb birdən yazırlar, utanmırsınız, sizdən gözləməzdi. Mən də deyirdim, neynəmişim ki, mesaj yerində yazırlar. Deyirlər ki, messengerdə. Deyirlər, bunu göndərirlər nəsə, yox, amma deyirlər ki, sən bizə lüt, yəni qadın şəkillər, seks şeylər, bombalar göndərsin. Deyirdim videoları. Deyirdim, mən də matka sonra sən nə yazdın Facebookda? Yazdım ki, ay cəmaət, mən Facebookumu götürüb nə istəyirlər, məsələn, sən Facebookunu internetin indiki kimi oynadıqlar əllərinə. Nə istəyirlər, hələ şey edirlər. İndiki kimi ilə, götürürlər, şey edirlər. Nədir? Götürürlər, nə istəyirlər, mənim əllərimlə paylaşırlar. Sən Mehriban Aliyevi yaxşı şeylər yazırsan, normal yazırsan, məsələn, çox yazmamışım, bir-iki dənə. Axır ki, götürüb onu sənin əvəzindən də çox bir şeylər paylaşırlar və deyirlər ki, Allah lənət eləsin onlara ki, hələ də fəaliyyətlərini dayandırmayıblar, hələ də neynirlər, Allah onlara lənət eləyəcək, sən dedin, demədin. Amma sən də de ki, şahid olacaqsın sabah əməlində. Allah hər şeyi bilir, mələk, bizim deməyimizlə deyil. Amma sabah əməl dəftərinizi əlinizə verməndə əsas nədir? Şahidliyimiz əsas nədir? Allah Teala buyurur ki, bunlar kimdir? Allah qorusun bütün müsəlmanları, ürəyinə yazmışsa, paylaşmışsan və Allah qarşısında ən pis məxluqlar kimdir? Özlərini haqqa qarşı, ən pis məxluqların içində ən pis olan yer Allah Teala buyurur ki, onlar özlərini haqqa qarşı lav, kar və kör kimi aparanlardır. Allah qorusun bütün müsəlmanları.